Yağışlı hava sərgüzəştləri davam edir. Hələ indi irəliləyirəm Heydər Əliyev prospekti ilə. Yolda olan körpülərə diqqət yetirirəm. Görürəm ki, körpülərin, yəni ki, alt hissələrində artıq zəruri avadanlıq hazır vəziyyətdədir. Yəni suyun aşması, daşması baş verən hallarda görünür ki, bu dəfə hamı buna hazırlıqlıdır. Sonra müşahidə edirəm ki, çox saylı dövlət yol polis əməkdaşları var. Yəni mütəmadi olaraq patrol eləyirlər şəhəri. Görürəm ki, yəni o müəyyən xüsusi siqnalları hamısını yanıq vəziyyətdə saxlayıblar. Yəni məqsəd sizi cərimə eləmək deyil, yəni bizləri. Məqsəd budur ki, sadəcə olaraq bütün riskləri maksimal dərəcə minimum səviyyəyə çatdırmaqdır. Yəni bu cür halları görəndə sözsüz ki, mən sevinirəm. Yəni bu demək deyil ki, mən gedirəm harda nəsə bir pis şey görürəm, o barədə yazıram, nə bilim, çəkiliş aparıram. Mən də istəyirəm ki, işlər düzəlsin. Yəni bu videoların, bu qeydlərin hamısının bir məqsədi var. Başa düşürsünüz? Yəni bunu da düzəltmək ancaq bu cür olar da. Buna deyirlər vətəndaş həmrəyliyi. Yəni vətəndaş həmrəyliyi nəticəsində əgər hər birimiz, yəni hər vətəndaş, hər Bakı sakini bütün bu məsələyə, yəni biganə qalmasa, bu məsələlər doğrudan da düzəlmək olar. Elə bilin ki, yəni bu baş verir sizin şəxsi evinizdə, həyətinizdə. Elə bilin ki, Bakının hər bir nöqtəsi, hər bir yeri sizin şəxsi evinizin ərazisidir. Başa düşürsünüz? Ancaq bu halda bu kiçik problemləri biz həll edə bilərik. Qəlbdən qəlbə, yəni Heydər Əliyev prospektindən bu qədər.